Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala Rasulina Muhammed ve ala alihi ve sahbihi ecma'in. Amma ba'd. Mənə əziz qardaşlar, əldə olmayan səbəblərdən dolayı elhamdülillah bugün gecikmə oldu. Bugün inşallah heç bir problem yoxdur. İnşallah gələn dərsdən öz vaxtında olacaq. Allahın izni ilə. Yəni bugün sadəcə nəsihət olduğuna görə qrupda paylaşacağım. Gələn dərsdən inşallah dərslərimiz başlayacaq. Deməli, bugünkü mövzumuz elmin fəziləti barəsində olacaq. Hansı ki, bu barədə çoxlu eşitmişsiniz. Elm tələbələrimizdən, Allah onlardan razı olsun. Elmin fəziləti, insanın həyatında yeri, elmin həm dünyada, həm də axirət günü fayda verməsi haqqında çox eşidilib. Hansı ki, elm alimlərdən, sələflər həmişə deyirdilər ki, elm nədir? Allahdan bir nurdur. Elm Allahdan bir nurdur. Və elm haqqında inşallah sələflərin sözlərini qeyd edəcəyik. Və Quran və sünnədə olan naslardan qeyd edəcək ki, elmin məqamı haqqında. Hansı ki, Ali radiyallahu anhu İbn Abdülbər rahiməhullahın Cəmi'ül Bəyan Bəyanül Ulum vəl Hikəm kitabında qeyd edir ki, Ali radiyallahu anh'ın sözünü görür ki, qiymətu kullumri'in bimə yuhsinuh. Kişinin qiyməti onun elminə görədir. Onun bildiyinə görədir. Yəni, insanın bu həyatda sənin dəyərin Allah talanın elmini bildiyinə görədir. Yəni, şübhəsiz ki, burada dəyər deyəndə biz nəzərdə tuturuq Allah və Rasulunun dəyər verdiyi şeylər. Yəni, elmin nə qədərdirsə, sənin Allah qatında da Allah talanın əmirlərini uyub, qadağalarından çəkinən insanların qatında da dəyərin o qədərdir. Çünki şübhəsiz ki, Quran və sünnə hər şeydən dəyərlidir, qardaşlar. Və bu sözə binaən Amr bin Bəhr rahimehullah deyir ki, La a'lamu kalaman ahkamu minhu. La a'lamu kalaman ahkamu minhu. Bu sözdən daha güclü bir söz həyatımda görməmişəm. Yəni, Əli radiyallahu anh bu sözü ki, kişinin qiyməti onun elminə görədir. Hər bir halda elmin fəziləti barədə, qardaşlar, alimlər bir çox kitablar yazıblar. Bunlardan ən təfsilatlısı İbn Qeyyimin Miftah Darus Səadə kitabıdır. Və bu kitabda İbn Qeyyim rahiməhullah 120-dən çox dəlil gətirir elmin fəziləti barədə. Və bilin ki, qardaşlar, elm öyrəniləcək və əməl ediləcək ən xeyirli əməldir. Ən fəzilətli əməldir. Fərzlərdən sonra. Nafilələr arasında ən fəzilətli əməldir. Hətta alimlər ixtilaf ediblər ki, kimisi ən fəzilətli əməl deyəndə namaz gətirir, kimisi ən fəzilətli əməl deyəndə oruc gətirir. Lakin cümhurun görüşünə görə ən fəzilətli əməl elm qəbul etməkdir. Və Allah subhanahu taala elm qəbul edənlərin, yəni elm tələb edənlərin fəziləti barəsində buyurur ki, Yərfə'ullahu ləzīnə əmənu minkum vəlləzīnə utul ilmə dərəcət. Allah Teala sizdən iman gətirənləri və özlərinə elm verilmiş kəsləri yüksək dərəcələrə qaldırar. Allah Teala nə etdiklərinizdən xəbərdardır. Fikir verin, Allah Teala elm sahiblərini necə dəyərləndirir. Və həmçinin Ali İmran surəsində fikir versək görərik ki, qardaşlar, Allah Teala buyurur ki,
Şəhidallahu ennehu la ilahe illa huve vel melaiketu ve ulul ilmi qaimen bil qist. Fikir verin. Allah Teala özünün tek yeganə ilah olduğuna şahidlik verərkən burada həm özünə şahidlik edir ki, ondan başqa ibadətə layiq heç bir haqq məbud yoxdur. Və bundan sonra mələkələrini də şahid gətirir. Və bundan sonra elm sahiblərini də şahidlik gətirərək deyir ki, elm sahibləri də ədaləti ayaq üstə tutaraq ondan başqa heç bir haqq məbud olmadığına şahadət verirlər. Fikir verin, Allah Teala necə elm sahiblərini Quran-ı Kərimdə yüksəldir. Və başqa ayədə də yenə də Allah Subhanahu wa Taala buyurur ki: "Qul hal yestevillezine ya'lemun vellezine la ya'lemun." De ki, heç bilməyənlərlə bilənlər eyni ola bilərmi? Fikir verin qardaşlar, alimlər deyir ki, bu ayədə Allah Teala yəqin ki, çox rast gəlmisiniz, hansı ki Allah Teala sual verir. Bildiyi halda sual verir. Və bu ayədə də bu cürdür, hansı ki Allah Teala yerlərin və göylərin, qeyblərin açarı onda olmasına baxmayaraq sual verir. Və bu suala elm əhli deyir ki, istinkar. Yəni Allah Teala demək istəyir ki, mümkün deyil, inkar edir. İnkar edərək sual verir. Yəni heç vaxt bilənlərlə bilməyənlərin məqamı eyni ola bilməz. Və digər ayədə Allah Subhanahu wa Taala buyurur ki: "İnnemâ yaxşallâhe min ibâdihil ulemâ." Allahdan ən çox alim olanlar qorxar. Yəni bilənlər qorxar. Fikir verin, bəzi alimlər hətta gətirirlər ki, Allah Teala niyə görə burada yaxfallah demədi, yaxşallah dedi? Çünki xuşu qorxudan daha üstün mərtəbə olduğuna görə. Yəni adi insan, məsəl üçün zahid birisi, Allah'a ibadət edən abid birisi Allah'tan qorxa bilər. Lakin alimin qorxusu, Allah'ı bilənin, Allah'ı tanıyanın qorxusu digərlərinin qorxusundan daha yüksəkdə olduğu üçün dərəcə etibarıyla Allah Teala deyir ki, yaxşallahə. Allah'tan xuşu edərlər. Bu qorxudan daha üstün mərtəbədir. Və ona görə də əziz qardaşlar, elm əhli yaradılmışların ən xeyirlisidir. Və çünki digər ayədə də Allah Teala buyurur ki, necə ki bilirsiniz Bəyyinə surəsində, İnnellezîne âmenû və amilussâlihâti ulâikehum xayrul beriyyə. O kəslər ki iman edib salih əməllər edirlər, onlar kimdilər? Xayrul beriyyə. Deməli ən xeyirli məxluqlardılar. Onlar ən xeyirli məxluqlardılar. Və sonra Allah Teala bunlar barəsində deyir ki, onlar nəinki iman edib əməl edirlər və sonra cəzauhum ində rabbihim cənnətu adnin təcri min təhtihəl ənhəru xalidinə fiyhə əbədə radiyallahu anhum və radu anh dəlikə limən xəşiyə rabbə. Onlar ağaçları altından, qəsrlər altından çaylar axan cənnətlərə içində əbədi qalacaq ədin cənnətlərindədirlər. Onlar üçün var, Allah onlardan razıdır, onlar da razı. Allahdan razıdırlar. Və fikir verin, Allah Teala ayənin axırında nə deyir? Deyir ki, onlar Rəbbindən qorxan kimsələrdir. Və fikir verin, digər ayədə biz nə dedik? Allahdan ən çox kimlər qorxur? Alim olanlar, Allahı tanıyanlar, onun elmini bilənlər. Fikir verin və bu ayədə onu isbat edir ki, ancaq Allah Teala'da elmi kamil olanlar, onunla Allah'tan qorxanlar, əməl edənlər, onlar üçün bu mükafatlar vardır. Və sonra başqa ayədə Allah Subhanahu wa Taala buyurur ki, وَمَا عَلِمْتُمْ مِنَ الْجَوَارِحِ. Fikir verin, burada sizə bir misal deyəcəm qardaşlar. Subhanallah, həqiqətən də dəhşətdir. Yəni Allah Teala nəinki bu dünyada bilən insanların şərəfini, bilən insanların qədrini, qiymətini qaldırır. Hətta
alim olan, yəni bilən, öyrədilən məxluqların belə şəni bilməyənlərə nisbətdə daha ucadır. Subhanallah, fikir verin. Allah Teala buyurur ki: "Və mə allamtum minəl cəvarih." Allahın sizə öyrətdiyindən təlim edib əhilləşdirdiyiniz yırtıcı heyvanların ovladıqları sizə halal edilmişdir. Fikir verin, subhanallah. Yəni ov itləri yoxdur qardaşlar. Şəriətdə indi fiqhdə inşallah keçəcək. Hansı ki, əgər it Allah özünüzdən iraq etsin. Əgər it öyrədilmişdirsə, ov itirdisə, öyrədilmiş itdirsə ki, o gedib gətirdiyi ovu parçalamayacaq, ondan nəsə yeməyəcək, bu öyrədilib də, düzdürmü? O öyrədilmiş itin Allah şərt qoşur ki, əgər öyrədilibsə, deməli, neynir? Onun gətirdiyi ətlər, onun gətirdiyi ovlar siz üçün halaldır. Amma fikir verin, şəriətdə belə bir şey var ki, qardaşlar, əgər it öyrədilməyibsə, öyrədilmiş it deyilsə, hətta o gedib gətirsə belə, onun artıq gətirdiyi haramdır, yemək olmaz. Çünki öyrədilmiş it deyil. Subhanallah, fikir verin, yəni bilməyənlə bilən, hətta heyvanların arasında belə fərq edir. Allahu akbar. Yəni bilən, öyrədilmiş, bilən it, bilən heyvan bilməyənlərə nisbətdə qədri qiyməti daha yüksəkdir. Necə olsun ki, Allah Teala elm sahiblərini yüksəltməsin bu dünyada. Yəni fikir verin, Allahu akbar. Yəni çox mühümdür bu. Yəni hansı ki, onun bilməsi, o heyvanın bilməsi onu digərlərindən fərqləndirdi. Və bu dünyada da siz elm tələb etdikcə, Allahın elmini öyrəndikcə, buna cəhd etdikcə, sizin də Allah subhanahu wa ta'ala digərlərinə nisbətdə dərəcələrinizi qaldıracaq. Və Allah Resulü sallallahu aleyhi və səlləm də buyurur ki: "Mən yuridillahu bihi xayran yufaqqihu fid-din." İbn Qayyum rahimehullah deyir ki, və ya bunun əksi olaraq, yəni Allah Resulü sallallahu aleyhi və səlləm deyir ki, kim əgər Allah onun üçün xeyir istəyərsə, Allah Teala onu dində fəqih edər. Dində onu fəqih edər. Və İbn Qayyum rahimehullah fikir verir, nə deyir bu hədis barədə? Deyir ki, bu hədisin məfhum müxalifəsi var. Yəni əks başa düşüləni var. Nə deməkdir o da? Yəni kimə Allah Teala xeyir istəməyibsə, onu dininə yönəltməyib, onu öyrənməyə yönəltməyib, onu elm tələb etməyə yönəltməyib, Allah qorusun. Və sonra sələfin həyatına baxsaq, qardaşlar, görərik ki, nə qədər bu yolda əziyyətlər çəkirlər. Bəzən ola bilər insan, yəni, elm tələb etsin və əziyyətlər çəksin. İstər mənəvi olsun, istər maddi olsun, fərqi yoxdur. Yəni, bu elm yolunda əgər əziyyət çəkirsənsə, bunun mütləq mükafatı var. Və biz görərik ki, ibrət olaraq keçmişlərin həyatına baxsaq, məsələn, görürük ki, Buxarinin Ədəbül Mufradda Cəbir ibn Abdullahın qissəsinə baxanda görürük ki, Cəbir ibn Abdullah, deməli, Abdullah bin Umeys adında biri olur. Peyğəmbər sallallahu aleyhi və səlləmlə bir dənə hədis bilirmiş. Cəbir ibn Abdullah deyir ki, deməli, Buxari deyir ki, Cəbir ibn Abdullah bu hədisi öyrənməkdən ötürü Mədinədən Şama gedir. Yəni, Mədinədən Şama, yəni, bu günlərin maşınla, təyyarə ilə qısa məsafə olsa da, keçmişdə bir aylıq, yarım aylıq, hətta ondan da az və ya da çox məsafə idi. Fikir verin, yəni, elə gedirdilər. Yəni, bunların elmi olan hərisliyinə baxın. Vallahi, qardaşlar, bu günlərin bizim üzərimizə bu həmən mobil telefonlar, bu sosial şəbəkələr, bunlar hamısı bizim əleyhimizə hüccət ola bilər qiyamət günü. Hansı ki, bugün elm necə asanlaşıb öyrənmək, bu elmi öyrənmək necə asanlaşıb, yəni. Və yenə sələfdən İbn Abdülbar zikr edir ki, İmam Malik müəllimi Rabi'at-Tur Ar-Ray haqqında deyir ki, alimlərdən biri haqqında deyir ki, vallahi İmam Məlik deyir ki, vallahi insan gərək kasıblıq vaxtı elm öyrənməyə cəhd göstərsin. Çünki
fikir verirsiniz, bax, bu məsələ nə deməkdir? Yəni, insan varlı olanda, onun malı çox olanda, biraz elmə hərisliyi az olan şeydir. Yəni, insan kasıb olanda elmə biraz hərisliyi olur. Varlananda artıq dünya onun başını qatır. Sonra həmən şəxs haqqında deyir ki, Rabiat Tur haqqındadır ki, rahiməhullah, deyir, kitab ala bilmək üçün deyir, qardaşlar, öz evinin şifiri yoxdur, dam, örtük. Öz evinin deyir, örtüyünü satardı deyir, damını satardı, şifirini. Yəni, bizlərdən şübhəsiz ki, bu günlərin belə bir halda ola bilən yəqin ki, yoxdur. Yəni, Allah Teala demək istəyirəm ki, bugün necə asanlaşdır bizim üçün və bunun qədrini, qiymətini bilmək lazımdır, qardaşlar. Və sonra Əbu Hatim sələfdən deyir ki, 7 il elm tələbi üçün yola çıxdım. Və Əbu Hatim deyir ki, rahiməhullah, bu 7 illik yolda 1000 farsaq saydım deyir. 1000 farsaq təxminən 5000 kilometrdir, qardaşlar. Və daha sonra deyir, bezdim deyir, saymağı tərk elədim. Fikir verin, bu insan yəni 7 il boyunca neçə min kilometr yol qət eləyib. Ondan sonrasında saymayıb. Bu sələfin elmə, Allahın dininə olan hərisliğindəndir. Və sonra bir misal da deyək, yekunlaşdıraq bugünkü elmin fəziləti barədə olan dərsimizi. İmam Məlikin tələbəsi İbnül Qasim adında biri olur, qardaşlar. Öz ölkəsindən İmam Məlikin, yəni öz ölkəsindən İmam Məlikin yanına elm almağa gedir, Mədinəyə. Və hər dəfə, yəni hər səhər gecələri sübh namazına qədər gözləyərdi İmam Məlikin qapısında ki, o məscidə gedənə qədər təklikdə onu tutsun və ondan nə nəsiblənə bilirsə, nə öyrənə bilirsə öyrənsin. Və bu müddət 17 il çəkir, qardaşlar. 17 il İmam Məlikin yanında elm alır. Evinə getmir. Ailəsini tərk edir, 17 il müddətidir. Və bir gün məclisdə oturduqları zaman üzü qapalı bir cavan oğlan gəlir. Fikir verin, subhanallah. Və soruşur ki, İbnül Qasim kimdir? Həmən bu 17 il İmam Məlikdən öz ölkəsini tərk edib, gəlib elm alan birisidir. Və cavan oğlan soruşur ki, İbnül Qasim kimdir? Və işarə ilə göstərirlər ki, bu adamdır. Həmən o cavan oğlan gedir atasının, yəni İbnül Qasimin əlini öpür, gözündən öpür. Deyir ki, mən sənin deyir 17 il əvvəl tərk elədiyin hamilə qadının uşağıyam deyir, subhanallah. Yəni bu adam 17 ildir hamilə qadını qoyub gedib və artıq 17 il sonra onun övladı dünyaya gəlib, üzünü görməyib. Yəni bu bilsiz nə deməkdir, qardaşlar? Bu Allah üçün nəyisə tərk, nədənsə keçməkdir. Vallahi Allah Teala bunda elə, sən Allah üçün nədənsə keçsən, sevdiklərindən tərk eləsən, nədənsə keçsən, nəyisə tərk eləsən, Allah Teala sənə nəsib eləyəcək bu elmi. Yoxsa rahatlıq içində elm öyrənilmir, qardaşlar. Rahatlıq içində mən oturum əlimdə bir yanında kofe, bir yanında çay, nə bilim belə elm öyrənilmir yəni. İnsan biraz əziyyət çəkməlidir, biraz yuxusundan verməlidir. Biraz sevdiklərinə vaxt ayırmaqdan verməlidir. Çünki bu Allahın dilidir. Və fikir verin, sələflər deyərlər ki, o zaman elm nə zaman şərəfli olur? Elm o zaman şərəfli olur ki, baxırsan ki, o elm nəyə nisbət olunur? Məsələn, dünyəvi elmlər, riyaziyyat olsun, fizika olsun, kimya olsun, bunlar nə üçün öyrənilirsə ona görə dəyər qazanır. Allahın elmi ən şərəfli elmdir. Niyə görə? Kimə nisbət olunur? Allaha. Allaha nisbət olunur. Allaha və Rasulunun nisbət olunur. Bu şəriətə nisbət necə də dəyərli olmasın. Ona görə də, qardaşlar, alimlərdən bəziləri deyərlər ki, elm rahat bədənə daxil olmur. Elm rahat bədənə daxil olmur. İnsana görə ola bilər, əziyyət çəkəsən, ola bilər, bildiyin şeyi yadında saxlamayasan, ola bilər tez unudasan, amma yenə də o qətiyyətini sındırmamalısan. Yenə də davam etməlisən. Sələflərdən biri deyir ki, neçə illər deyir elm tələb etdim. Başqa bir bəldədə
Və sonra deyir, bezdim deyir, öyrənə bilmirdim, heç nə əldə edə bilmədim. Və sonra deyir, evimə qayıtmaq istədim deyir. Yolda deyir, bir mağaraya girdim. Gördüm ki, mağarada deyir, daş parçası var və onun üzərinə damcılayan yuxarıdan su var. Və su deyir, o qədər damcılamışdı ki, o daş parçasını içini deşmişdi deyir, oymuşdu. Və sonra fikirləşdim ki, bu yumuşaq daş, bu yumuşaq su, bu möhkəm daşı dəfələrlə üzərinə düşərək deşirsə, mən də bu elmdən nəsə əldə edə bilərəm, əgər qətiyyətli olsam. Və qayıdır yenə elm tələb eləməyə və ümmətin alimlərindən olur. Ona görə də siz olun qardaşlar. Nə vaxtsa şeytanın sizə gəlib vəsvəsə verə bilər. Sənlik deyil, sən öyrənə bilməzsən, bu ağırdır, bu ərəbcədir, bu nə bilim nədir, bu dinin əhkamları çoxdur. Lakin siz yenə də siz olun, o qətiyyətdən vazgeçməyin. Siz olun, Allahın dinindən vazgeçməyin. Və bu Allahın dinini öyrənərkən də və sonuncu nəsihətim də o olsun ki, Allahdan qorxun və günahlardan uzaq durun və bunu yadınızda saxlayın ki, Allah Subhanahu wa Taala Quran-ı Kərimdə buyurur ki, "Vattaqullah və yuallimukumullah." Allahdan qorxun ki, Allah sizi öyrətsin. Onu bilin ki, Allahın elmi nurdur qardaşlar və Allahın nuru günahkar bədənə, günah olan, asili olan qəlbə daxil olmaz. Bir yerdə ya nur olur, ya da zülmət olur. Zülmətlə nur qarışmaz qardaşlar. Ona görə alimlər, sələflər deyirdilər ki, elm nurdur, deməli Allahın asi olduğu, Allaha asi olan, Allahın ikrah elədiyi qəlblərə elm daxil olmaz. Günahlardan uzaq duracaqsan ki, Allah Taala'dan yardım gəlsin. Allah Taala'dan müvəffəqiyyət gəlsin. Allah Taala səni öyrətsin. Necə ki, ayəni zikr etdik ki, "Vattaqullah və yuallimukumullah." Allahdan qorxun ki, Allah Taala sizi öyrətsin. İnşallah gələn dərsimizə başlayırıq. Allah müvəffəq eləsin. Gələn dərs inşallah öz vaxtında olacaq. Və çalışın, iştirak etməyə həris olun. Allah sizləri və bizləri müvəffəq etsin. Allah sizləri və bizləri ixlas etsin. Subhanakallahumma və hamdik. Əşhadu an la ilahe illa ent. Estağfiruke və etûbü ileyh.